Salam uşaqlar, yenə dem toplusundan düzqatlı bərabər sürət hərəkət, dəyişən sürət hərəkətdə 4-cü və 5-ci suallara baxaq. Burada verib, birincidə verib başlanğıc sürəti verib. Başlanğıc sürət verib bizə v0x verib, x maksimumunu tap deyir. Biz burada nə görürük? Birinci görürük ki, bu burada necə hərəkətdir? Bu bərabər yavaşın hərəkətdir. Gəlir burada son sürət 0 olur, görürük. Yenə də keçən bayaq əvvəlki videomda dediyim kimi bizim düsturumuz var. S, X problem yoxdur. S or X maksimum fərq etməz. Eyni düsturdur. Yol və yaxud da yer dəyişmə fərq edəmir. V plus üstə gələk V0 böl 2 var. T düsturumuzdan yenə istifadə edəcəyik burada. Burada nə görürük? Son sürətimiz 0-dır. Amma başlanğıc sürətimiz nədir? 4-dür. Bunu da yazacağıq. 0 üstə gələk 4 bölə 2 var. 2 düsturumuzdan 3 saniyə. 3 saniyə T'imizdə nədir? 3 saniyədir. O da burada gördük ki 6 metrdir. 4-cü sualımızın cavabı 6 metr. 5-ci sualımıza baxaq. Yenə həmin düsturdan istifadə edəcəyik. S bərabər X max və üstə gələk V0 böl 2 var T. Amma burada nə görürük? Bizə verib, təcili verib bizə burada ki, yenə maksimumu tapaq. Biz bilirik ki, V'mizin bir düsturu var. V bərabərdir V0 üstə gələk AT düsturumuz var. Yenə görürük, bu hərəkətdə bərabər yavaş hərəkətdə son sürətimiz 0 olduğuna görə, bu 0 olduğuna görə bunu nə yazacaq? V0 bərabər minus AT. T bizə A-mızı nə verib? Minus 6 yazıb. Onda elə minus aparır. Onda nə oldu bu? 6 var 2 saniyə. O da bərabərdir 12 metr böl saniyə. Okay. Burada gələlim artıq, yazalım yerinə. Nə oldu onda? Yenə 0 üstə gələk 12 böl 2 var 2. 2-lər ixtisar etdi, o da oldu 12 metr. Biz yenə x maksimumuzu tapdıq. Birincidə 6 metr, ikincidə 12 metr.